Salam dostlar, mən Ümid İsmailov. Bugün sizlərə Android telefonlarını necə iPhone-a çevirirlər onu göstərəcəyəm. Videomuza keçməzdən əvvəl videonu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Biz ilk öncə iOS proqramlarından istifadə edəcəyik. Birinci proqramımız başlayıcı iOS 26-dır və kontrol mərkəzidir. Sonra da kilit ekranıdır. Bu proqramlardan istifadə edərək də biz Android telefonunu iPhone-a çevirə bilərik. Gördüyünüz kimi telefon Androiddir, Honor'dur və bunu da iPhone-a necə çeviririk onu göstərirəm. İlk öncə olaraq da biz iOS 26 proqramına giririk. Mən əslində bu proqramı istifadə edəndə sizə tövsiyəm odur ki, interneti bağlamalısınız. Çünki internetdən reklamlar çox gəlir. Ona görə də biraz sizi narahat edə bilər. Bunun üçün alt qisma gəlirik. Burada ağ olan yerə basırıq və gördüyünüz kimi internet yenə də gəlir. Ondan yenə çıxırıq. Yenidən daxil oluruq. Və daxil olduqdan sonra yenə də bura gəlib tamama basırıq. Amma bunu buradan yox, çünki buradan eləmək olmur. Bunun üçün gəlib ayarlar bölməsinə giririk. Uygulama və izinlər. Buna basırıq. Varsyalan uygulamalar. Buna girib başlatıcı iOS 26 proqramı nəzərdə tutulur. Bunu üstə basıb indi əvvəlki fabrik ayarlarındadır. Amma bunu iOS-a çeviririk. Burada dəyişdir var. Ona bastıq. Daha sonra telefon dəyişdirilir. Biraz gözləyirik ki, bütün telefonun olan proqramlar özünə gəlsin. Özünə gəldikdən sonra da baxın, iPhone hazırdır. Burada olan proqramlar göstərilir və burada telefonda nə qədər şarj qalıbsa onu göstərir. Və bu bölməyə də gələndə oyunlar, son kullanılan proqramlar, video, sosial medialar burada hamısı göstərilir. İndi biz kontrol mərkəzindən telefonun kontrolunu düzənləyək. Bunun üçün buraya daxil oluruq. Üstdə olan aktiv et düyməsinə basırıq və basan kimi də dərhal altda gəlir. Gördüyünüz kimi altda gəlir. Buradan telefonun işığını və ya səsin tonunu, işığı yandırıb söndürmək də edə bilərsiniz. Və bunun da boyun, rəngin ayarlamaq üçün də boyut bölməsinə daxil oluruq. Boyut bölməsinə daxil olduqdan sonra baxın, buradan boyunu, ölçüsünü dəyişdirmək olar. Ya sağda olsun və onu da ayarlamaq olur və ya altda olsun. Rəngini də ayarlamaq olur. Mən ağ seçmişəm və bundan sonra buradan çıxıb və buradan pozisyon vardır. Pozisyon da gördüyünüz kimi onun altda və ya rəngini uyğun etmək üçün nəzərdə tutulmuşdur. Arxa fon vardır. Arxa fonda şəffaf mən seçmişəm. Şəffaf məncə daha yaxşıdır. Və indi biz kilit ekranını ayarlaraq, kilit ekranı proqramına giririk. Girdikdən sonra üstdə aktiv et düyməsinə basırıq və aktiv edirik. Şifrə qoymaq istəyirsiniz, şifrə koduna bunu aktiv etdikdən sonra mən buradan 4 və ya 6 xanalı kilit qoymaq istəyirsinizsə buradan dəyişə bilərsiniz. Mən 4 xanalı istəyirəm. 85, 85, 85. Mən kodu belə qoyuram. Və telefonda kod aktiv edildi. Sonra duvar kağıdı, divarda olan, telefonda olan duvar kağıdını da ayarlaya bilərsiniz. Burada sistem ayarlarından və ya telefonun proqramda olan şəkilləri də düzənləyə bilərsiniz. Amma mən yükləmirəm, çünki proqramda olan uygulamalarda olan şəkillər olsun. Burada bildirimlər bölməsinə gəlsiniz. Burada içərikləri gizlə və ya açıq olsun. Mən açıq qoyuram. Və bununla da bir videonun sonuna gəldik. Belə videoların davamlı gəlməsi üçün videonu bəyənməyi, kanalıma abunə olmağı unutmayın.